Herkese salam dostlar, kanalıma və videoma xoş gəlmisiniz. Yenə də gördüyünüz kimi mən və kombinim gəzirəm. Bu yay qaralmayacam deyib günün altında gəzməyim şakamı. Və yay sumkamı da oje çıxartmışam. Və o deyirləri, sən benim denizə çıxan sokağımsın, nə bilim nə. Alın işte o sokak. Sizin yapacağınız iş. Və tam da tini dönən kimi gördüm burada zibil maşını dayanıb. Dedim ki, aga be, ey zibil maşını, bir dayan, belə bir mahnı var. Deməli zibil maşınında işləyənlər də dənizə baxıb. Sonra dostlar, quruza düşürlərmiş. Burada yolu çəkirəm. Burada nəsə danışıram əslində. Hə, orada bir əngəl var idi, onu keçdim. Keçən səfər də belə bir şey olmuşdu. Kanalizasiya axırdı, yəni oradan keçmək çox çətin idi. Keçən səfər də keçmişdim, bu səfər də keçdim. Burada özümü tərifləyirəm səsdə, ona görə səsimi kəsmişəm. Deyirəm ki, yəni mən belə mükəmməl insanam, belə nə bilim dağ adamıyam falan filan. Və davam eləyirik. Gördüyünüz kimi sizə dənizi göstərirəm. Dənizdir bura, bildiyimiz Hövsan dənizi. İfrat dərəcədə üfunət bir iyi sizi çarpır. Acı həqiqətlər kimi üzünüzə, amma biraz qalandan sonra öyrəşirsiniz. Hemen yaxından baxmaq istəyirəm. Görüm başa burada nə var. Yaxından görək nə var. İnşallah ki risk oradan bir dənə su ilanı deməz ki tıs. Gördüyünüz kimi yəni bilməm. Bir növ hardasa belə mamır zat estetik görsənir taxtanın üstündə belə təbiətin qoynunda qəşəngdir. Yəni bu dəmirlərə baxsan deyirsən ki nədir də bura Çernobildir, haradır. Amma dostlar deyim sizə ki buradakı yəni buraya balıq tutmağa da gəlirlər. Nə bilim mən də tutmuşam buradan bir iki dəfə balıq. Tutmuşam deyəndə ki tutmağa çalışmışıq. Tutulmuyor, tuta bilməmişik. Ona görə beləsinə bu formada yəni. Görürsünüz orada insanlar da səsləşirlər. Nə gözəl sosiallaşırlar. Bəhbət. Gördüğünüz gibi dostlar özümü bir adada hiss edirəm. Sanki bir Yunan adasındayım. Biraz çikdi ama yok. Qorxuram ya buradan. Qorxuram ki riski buradan riski yani buradan qurbağa üstüme diye tullansa ben burada da keçinərəm. Qurbağa bir yana. Adi o şey olmur, su ilanları. Ya da su ilanı da bir tərəfə. Riski məsəl üçün. Bakı kürəklər şəhəri daşı. Riski məsəl üçün kürək gəlsə. Alsın, şop deyə. Nə ola bilər? Aslında heç nə olmaz. Uzaq başı taksi çağırıb evə gedərəm. Amma yenə də dostlar deyil. Yəni dənizə yaxın bir yerdə yaşayırsınızsa, en azından Kərtədən bir dənizə gəlməyibsə, məncə ruh sağlamlığınıza yaxşı təsir edir. Burada da tabiri caizsə azuqələrimi görürsünüz. Beşqa, Ağsimçqa olmazsa olmaz və ikinci dəfə oxuduğum Yerə Yaxın Yıldızlara Uzaq kitabı. Məsləhət görürəm gənclərə, maraqlıdır yəni. Oxumaq olar. İkinci dəfə də oxuyuram, yenə də maraqlıdır. Güzgümü görürsünüz burada. Ümumiyyətlə mənim həyatımın hər dönəmində olur ki, bir dönəm mən anime girl takılıram və mənə də ləzzət eləyir. Amma həyatımın 60%'ində overthink oluram, yəni ki, düşüncəli və neysə başımda götür qoy eləyirəm. Burada da beynimdə denizə bıraksam kendimi mahnısı oxuyur. Biz baxıram, plan qururam. Deyirəm, yəni bu hara gedir bu dünyanın axırı, bu dəniz niyə çirklidir, oradakı gəmilər hara gedir. Bu samalyotlar biri ora uçur, biri bura uçur. Bu millət yəni bu qədər mi o yana bu yana gedir, iş güc adamdılar. Yəni, maraqlıdır həqiqətən. Biraz həyatı sorğuluyuram yenə özümdə. Duruşumdan da görürsünüz də yəqin ki şantiyə izləyən dayı duruşu. Ki baxıram ki, yəni bu nədir də, yəni bu həyat elə o yana get, bu yana get. Hə, bina tik, ev tik, hə, gəmi al. Hə, sonra sanki bütün bunları həll eləmişəm kimi 5 dəqiqə düşünüb qaydıram və burada başlayıram danışmağa. Deməli dostlar, mən düşünürəm ki, ən yaxşısı dəniz qırağında evdir.
Məsələn, insan şəxsiyyətini müəyyənləşdirmək üçün sual verirlər. Dəniz kənarı ev, rezidans, village, yəni villa, prosta çiftlik evi kimi, ya da ki, yox, başqa ev var. Bir də yəni qayıqda falan yaşayanlar var da, balıqçılar. Bu arada bir dənə kitab var, Ahraz kitabı. Onu sizə məsləhət görürəm oxumaq. Amma ki, biraz depressiv kitabdır. Yəni çalışın ki, ruh halınızın yaxşı olduğu bir dönəmdə oxuyun o kitabı. Ahraz kitabın adı, şeklini bura qoyaram. Yəni çox pulum olsaydı, dəniz qırağında bir evim olsun istəyərdim. Amma indi dəniz qırağında bir çox mənfi xüsusiyyətləri var. Məsələn, revmatizmamız varsa dizlərimizə, oynaqlarımıza ziyandır. İkinci növbədə çox cırhacır olsa və evimizin qapı pəncərəsi yaxşı olmasa, ev bizə hər cür cücük quş girə bilər, nə bilim muz girə bilər, milçək girə bilər. Bunların hamısını təmin eləsəz, dəniz qırağında ev super bir fikirdir. Yəni dənizə açılan bir pəncərə və dənizə açılan bir mənzərə məncə super bir ideyadır. Ümid edirəm ki, o qara tüstü kimsə zibil yandırır. Nə olar da heç yanda, heç nə yanmasın. Son bir həftədə nə bilim Dərnəgüldə bir dənə yer yanıb, bir dənə market, sonra Oktoboy bir dənə yer yanıb. Ümid edirəm ki, yəni bu yanında kiminsə hansısa sahibkarın şəxsi obyekti və yaxud da kiminsə evi deyil. Çünki çox trajedik bir olaydır, məsələdir. Məsələn, sizə orada göstərmək istəyirəm. Baxın, görürsünüz o güzel ev. Onlar proyekt olaraq çox qəşəngdir, amma ki, maliyyət cəhətdən bayağı bir qiymət oxuyurlar insanlar. O da böyük bir nə tələb eləyir? Money. Bütün bunların hamısını göz ardı eləsək, dəniz qırağında ev məsələsi. Məsələn, orada da görürsünüz. Bəlkə illər sonra bura gəlsəm görürəm ki, o ev tam da hazırdır və çox gözəldir. Əslində proyekt olaraq gözəldir, çünki düşünülüb, yəni hər şey düşünülüb. Düşünürəm ki, aşağıdakı yer qaraj və üst mərtəbədə tam balkon cam olsa dənizə açılır. Hətta balkon kimi də var qabaq hissəsində. Gözəldir yəni. Mənzərə şahanə. Yəni axşamçağı falan da bura gəlmək olar. Axşam saatlarında gəlməyə qorxaram. Görürsünüz, burada kimsə özü üçün yaradıb. Mən geçən səfər bura gələndə burada var idi, onu tutmuşum, onu videosunu paylaşarım. O daha maraqlıydı. Onu ləğv eləyiblər deyəsən, divan qoyublar. Amma yenə də yaxşı fikirdir. Düşünürəm ki, ən azından oturmağa yer var da. Ümid edirəm ki, videonu paylaşaram, paylaşmamazdır eləmərəm. Ümid edirəm ki, video bir işə yarayar. Dəniz qırağı ev xəyallarınızı biraz da olsun dəstəkləyər və biraz da olsun sizi motivasiya eləmiş olaram. Bundan əlavə, həqiqətən dəniz qırağına gəlib, burada sakitcə oturub, günəşi bədənimizdə hiss eləmək, hava istidirsə dənizə girib çinmək, %100 sizin auranızı təmizləyir. Mən başa düşürəm, hər bir bu spiritual koçların, aksis koçlarının və bu kimi reiki və bu kimi ruhsal çalışmalar edən insanların hər birinin fərqli metodları var və çakra açma üsulu və yaxud da ki reiki ilə bədəndəki mənfi enerjinin təmizlənməsi. Amma siz özünüzü analiz etsəz, bürcünüzə görə və yaxud xoşladığınız şeylərə görə, ailə münasibətlərinizdən də özünüzü analiz edirsiniz və nəyə ehtiyacınız olduğunu çıxardırsınız, düşünürsünüz. Həmin o düşündüyünüz, ortaya çıxan, ərsəyə gələn fikri həyata keçirdəndə o bir nailiyyətdə olmasa siz uğur qazanmış kimi bir hissə qapılırsınız. Zaman insanlar istəyir özlərinə tərif eşitmək, kompliment, gözəl sözlər, səndən fəxr edirəm, səndən qürur duyuram, yaxşı ki həyatımdasan ya da sən mənim günümü gözəlləşdirdin kimi pozitiv cümlələr istər kişi, istər qadın hər birimizin həyatına müsbət təsir göstərir. Amma deyək ki, teksiz, dünyada teksiz, bir dənə siz qalırsınız. Onda siz özünüzü analiz edirsiniz və ruhunuza nəyin yaxşı gəldiyini tapırsınız. Tapdığınız anda da onu həyata keçirmək üçün hərəkətə keçirsiniz. Çox soyuq havalarda da dənizə gəldiyimi xatırlayıram. Bildiyiniz üşüyürəm. Yəni
Termosda çayımı götürmüşəm və dəniz qırağına gəlmişəm. Gün batımında dəniz kənarı tamamilə qəşəng olur. Bilgət tərəf falan başı həm qumu gözəldir oranın, həm də ki necə deyim, mənzərəsini deyim artıq nədirsə. Bu qədər dostlar. Aa yok o da aynı. O bir daha değil. Çok yalan söylüyorum. Gilas neçədir bəs? Amma attan bacı. Size Axırıncı 10 manatımla 2 metr boyunda alça ağacı aldığıma inana bilmirəm. Bir də taksiyə qoymalıyam bunu. benim iş başım. Yəni ki, tarım və tarımcılıq belə bu qədər karlı bir alış-veriş eləməzdi.